Salam əziz şagirdlər, Üzeyir Paşa kanalında hər birinizi xoş gördük. Bugün 7-ci sinif riyaziyyat kitabının birinci hissəsindən səhifə 8-də olan ilkin yoxlama tapşırıqlarının həllərinə bir yerdə baxacağıq. Onlayn dərslərimizə qoşulmaq istəsəniz 051 759 55 96 nömrəsinə əlaqə saxlaya bilərsiniz. Videolarımızı bəyənib kanalımıza abunə olmağı unutmayın. Birinci tapşırıqda bizə deyir ki, boş kanallara uyğun ədədləri müəyyən edin. Görürük ki, burada 21 3-ə çevrilib, yəni 7-yə bölünüb. Onda 14-ü də 7-yə böləcəyik, 2 olacaq. Daha sonra görürük ki, 2 6-ya çevrilib, yəni 2 3-ə vurulub 6 olub. Onda 3-ü də 3-ə vuracaq, edəcək 9-da 6. 32 nəyə bölsəm 8 edər? Əlbəttə ki, 4-ə. 44-ü də 4-ə böləcəm, edəcək bura 11. Sonra 11 33-ə gətirmək üçün 3-ə vurmalıyıq. Onda 8-i də 3-ə vuracaq. Bura yazacaq 24. C variantında 7 görürük ki 42-yə çevrilib. 7-ni biz 6-ya vuranda 42 olur. Nəyi 6-ya vuranda 24 edər? Onda bura 4 yazmalıyıq. Sonra 24 8-ə gətirmək üçün 3-ə bölünməlidir. Onda 42-ni də 3-ə bölürük. Onda bura olacaq 14. D variantına baxırıq. D variantında 33-ü 3-ə gətirmək üçün 11-ə bölünməlidir. Nəyi 11-ə bölsəm 4 edər? Bura 44 yazılmalıdır. Sonra 4-ü 12-ə gətirmək üçün 3-ə vurmalıyıq. Onda bu 3-ü də 3-ə vururuq. Bura 9 yazılmalıdır. Keçək ikinci tapşırığa. Verilmiş ədədləri qeyd edilmiş mərtəbələrə qədər yuvarlaşdırın. Deməli, burada 2-dən sonra 7 gəldiyinə görə bu 2-ni bir vahid artırmalıyıq. Bunun da qiyməti 3,3 edəcək. Yəni 2-ni bir vahid artırıb 3 yazırıq. Digər yerlərə də 0 yazılmalıdır. Sonra burada 6-dır. 6-dan sonra 5 gəldiyinə görə bu 6-nın üzərinə 1 gəlinməlidir. Yəni 0,17 kimi yazılmalıdır. Digərinə baxırıq. 9-dan sonra 9 gəldiyinə görə bu 9 bir vahid artmalıdır. O 1 də gələcək bu 12-nin üzərinə. Onda bunun qiyməti 13 tam olacaq. Digərində 3-ün altından xətt çəkib 3-dən sonra 4 gəldiyinə görə bu 3 elə olduğu kimi qalacaq. Elə 7 tam %53 edəcək. Digərinə baxsaq, 8-dən sonra 5 gəldiyinə görə bu 8 bir vahid artacaq. 8 tam %79 edəcək. Burada 9-dan sonra 9 gəldiyinə görə 9 bir vahid artacaq. 10 olacaq. Onda bu da 10 olacaq. Bu 10 da 1-in buna verəcək. Onda 0 tam onda 2 etmiş olacaq. Keçək 3-cü tapşırığa. Boş xanaya uyğun rəqəmi müəyyən edin. Onda biz burada 18-i 5-ə bölməliyik. 18-i 5-ə bölsək 3 dəfə 5-imiz 15. 18-dən 15 çıxanda 3. Yanına 0 atacaq. 6 dəfə edəcək. Yəni olacaq 3,6. Bura 6 yazılmalıdır. B variantına baxaq. 23-ü 4-ə böləcəyik. 23-ü 4-ə böləndə 5 dəfə 4-ümüz 20, 3 düşür bura. 0 atıb vergül atırıq. 7 dəfə 4 28, bura 2 yazırıq 0, 5. 5 tam %75 edəcək. Bura 7 yazılmalıdır. Baxaq bunun C variantına. 3-ü 8-ə bölməliyik. 3-ü 8-ə bölək. 3-ü 8-ə böləndə bunun yanına bir 0 atıram. 0 tam 3 dəfəsi 24. 24 30-dan 24 6. Bura bir 0 atıram. Bura eləyəcək 7 dəfə 8 56 4. Bura 0 5. 0 tam 1000-də 375 edəcək. Baxaq D variantına.
0,6 necə göstərmək olar? Bunu belə göstərmək olar. 10-6. Bunu da məxrəci 20-yə gətirmək istəyirəmsə əgər 2-yə vurmalıyam. 6-nı da 2-yə vuracam. 12 edəcək. Edəcək 20-də 12. Keçək 4-cü tapşırığa. 4-cü tapşırıqda bizə deyir ki, müqayisə edin. Deməli, bunların ortaq məxrəci 15-ə gətirsəm, bu edəcək 15-də 3-ə vurmalıyam 9. Bu da 15-də 8-dir. 15-də 9 daha böyükdür. B variantına baxanda onluq kəsirləri müqayisə edəndə 0,0, sonra 5 gəlir, 5 gəlir, sonra 4 gəlir, burada isə 5 gəlir. Bu 5 bu 4-dən böyük olduğuna görə 0,55 0,548-dən böyük olur. Baxaq C variantına. C variantında bu 25-də 11-dir. Bu isə %47-dir. %47-ni belə göstərə bilərik. %47 kimi. Bu 25-i də 100-ə gətirmək üçün 4-ə vurulmalıdır. %44 edəcək bu da. Əlbəttə ki, %47 daha böyük olmuş olacaq. D variantına baxaq. 40-da 27, %72. Gəlin, istəyirsiniz 27-ni 40-a bölüb onluq kəsrə gətirək. Yirmi yeddini bölürük 40-a. Bunun yanına 0 atıram. 270-də 40. Burası 0 tam olur. Sərgəli yazaq. 0 tam. Bura 6 dəfəsi 240. Bu edir 30. Bunun yanına 1 0 atıram. 300-də 47 dəfə düşür. 280 edir. Burada da 20. Bir dəfə də 0 atıram. Bu 5 edir. Yəni bunun onluq kəsrə çevirəndə 0 tam 1675 edir. Bu da 0 tam %72-dir. Baxıram, bu 6-dır birinci, bu da 7-dir. 7 6-dan böyük olduğuna görə deməli 0 tam %72 daha böyük olmuş olur. Baxaq 5-ci tapşırığa. 5-ci tapşırıqda bizə deyir ki, artan sıra ilə sıralayın. Deməli, burada 5-ci tapşırıqda artan sıra ilə düzmək üçün gəlin bu kəsirləri onluq kəsirə gətirək. Birinci 4-də 3-dən başlayaq. 4-də 3-ü onluq kəsrə gətirmək üçün 3-ü 4-ə bölməliyik. 0 tam 75 eləyəcək. 0 tam %75. 5-də 4-ü də gəlin çevirək. 4-ü 5-ə böləcək 0. 0 tam 10-da 8 edəcək bu da. Deməli, bu A variantında 0 tam %64 var. Sonra 0 tam %74 var. 0 tam 10-da 8 var. Daha doğrusu 0 tam %48 var. Bir də 0 tam 10-da 8 var. İndi bunları artan sırayla düzək. Birinci ən kiçik 0 tam %48'dir. Yəni bu. 0 tam %48. Daha sonra bu getdi. Sonra gəlir 0 tam %64. Burada da 0 tam %64. Bu da getdi. Sonra 0 tam %75'dir. 0 tam %75 hansı idi? 4'də 3 idi. Deməli gələcək 4'də 3. Sonra 0 tam 8, yəni 5'də 4 gələcək. Bu sırayla düzüləcək artan sırayla. Yəni kiçikdən böyüyə doğru. Bu A variantı idi. İndi baxaq B variantına.
B variantında kiçikdən ən kiçiyi -6 olacaq. Daha sonra -1 gəlir, sonra 0, sonra 5, sonra da 8 olacaq. Bu artan sırayla. İndi keçək B variantında digərinə baxaq. Burada isə azalan sırayla deyir. İndi burada 5-ci tapşırığında azalan sırayla baxırıq. Burada 2-də 3-ü gətirsək əgər 3-də 2-ni daha doğrusu 2-ni bölək 3-ə 0 tam 6 dəfə 3-ün 18, 2, 0 tam 6 dəfə 3-ün 18. Deməli bu 6, 6 gedəcək. Yaxşı, bu belə yazaq hələlik. Bir də 5-də 6-da 5-ə baxaq. 5-i bölək 6-ya 0 tam 50-də 6. Deməli 8 dəfə 48, 20-də 3 dəfə 18, 20-də 3 dəfə 18 belə gedəcək. Deməli bu da edəcək təqribən 0 tam 1000-də 833 kimi. İndi azalan sırayla deyəndə deməli biz nə edəcəyik? Böyükdən kiçiyə doğru düzəcəyik. Böyüyü hansıdır? Böyüyü burada görürüz 0, yəni 6-da 5-dir. Sonra gələcək 0 tam bu 6 6 var ha, yəni 3-də 2 o. Daha sonra 0 tam onda 6-nın özü gələcək. Daha sonra 0 tam onda 4 gələcək. Bu oldu azalan sıra ilə. Baxaq indi B variantına. Deməli azalan sırayla dediyinə görə biz böyükdən kiçiyə doğru getməliyik. Burada ən böyüyü 7-dir. Sonra 3'dür, sonra 0'dır, sonra -4'dür, sonra da -9'dur. Bu cür azalan sırayla həll edirik. Keçək 6-cı tapşırığa. Altıncı tapşırıqda bizə deyir ki, ifadənin qiymətini hesablayın. Deməli, birinci A variantından başlayaq. 2,4'ü vurulsun. Birinci uşaqlar mötərizənin içini həll etməliyik. Orta məxrəc 8-ə gətirəcəyik. Bu 1 dəfə düşəcək, bu da 2 dəfə düşəcək. Böyəcə 3 çıxılsın 2. Yəni 2,4 vurulsun 8-də 1. 2,4'ü 1'ə vursam, bura 2,4, burada 8 eləyər. Hər birini 10'a vuraram. Bu edər 80'də 24. 80 ilə 24'də hər birini bölsəm, əgər 8-ə, bu edəcək 10 dəfə, bu da edəcək 3 dəfə. Yəni cavab olacaq 0,3. Bu A variantıydı. Baxaq B variantına.
Birinci mötərizənin gəlin içini ortaq məxrəcə gətirək. 9 ilə 6-nın ortaq məxrəci olacaq 18. Bu 2 dəfə, bu da 3 dəfə. 2 bölüm 10, üstə gəlsin 3. Bölünsün 1 onda 3-də belə yazaq da. 1 tam onda 3 kimi. Bu eləyəcək 18-də 13. Bu da eləyəcək bölünsün 10-da 13. Bölünəndə bilirik ki, birincinin olduğu kimi saxlayıb ikincinin tərsinə vururuq. 13-də 10 kimi. 13-dən 13 gedəcək, qalacaq 18-də 10. Bunun cavabı oldu 18-də 10. Baxaq indi C variantına. Birinci gəlin bunları adi kəsir kimi yazaq. 20-də 17 çıxılsın, 10-da 6 vurulsun. 4 tam onda 2-ni 4 tam onda 2 üstə gəlsin 5-də 3 kimi yazaq. İndi gəlin bunları ortaq məxrəcə gətirək. 20-də bu 1 dəfə, bu da 2 dəfə. 17 çıxılsın 12 vurulsun. Bunları da belə göstərək. 10-da 42 üstə gəlsin. Bunu da 10-a gətirsək 10-da 6-dır da bu. Deməli bu eləyir 20-də 5 vurulsun 10-da 48. İxtisarlarımızı aparaq 5 ilə 10 2 dəfə, bu 1 dəfə. 20 ilə də 48-i 4-ə aparsaq bu 5 dəfə, bu da 12 dəfə. Aşağıda 10 eləyir, yuxarıda da 12. 12-ni 10-a böləndə 1 tam onda 2 edəcək. Deməli C variantının cavabı 1 tam onda 2 olur. Burada bir dənə D variantda qalmışdı. D variantında gəlin birinci sürəti sadələşdirək. 1 tam onda 5. Biz 4-ü 5-ə böləndə bilirik də neçə eləyir. İstəyirsiniz bir dəfə də burada yoxlayaq. 4-ü 5-ə böləndə 0 dəfə 8, bu 40 edəcək 0. Yəni bu olacaq 3 tam onda 8 çıxılsın 0 tam onda 8. 3 tam onda 8-dən 0 onda 8 çıxanda 3 bölünsün 1 onda 5. Hər birini 10-a vursaq bu edəcək 15, bu da edəcək 30. 30-u 15-ə böləndə cavab edəcək 2. İkinci tapşırıqda bizə deyir ki, dəyişənlərin verilmiş qiymətlərində ifadənin qiymətini hesablayın. A bəndindən başlayaq. X-in yerinə mənfi 3 qoyacaq. 2 vurulsun mənfi 3 üstəgəl 6. Böləcək mənfi 6 üstəgəl 6 0. İndi mənfi 7 qoyaq. 2 vurulsun mənfi 7 üstəgəl 6. Böləcək mənfi 14 üstəgəl 6. 14-dən də 6 çıxacam, edəcək mənfi 8. İndi 1 tam onda 5 qoyuram. 2 vurulsun 1 tam onda 5. Üstəgəl 6. 2-ni 1 onda 5-ə vuranda 3 üstəgəl 6. Bu da bizə verəcək 9. A variantının həlləri idi. Baxaq indi B variantına. X-in yerinə mənfi 4 qoyuram birinci. 7 çıxılsın 3 vur mənfi 4.
Bu edir 7. Mənfi 3-ü mənfi 4-ə vuranda istəyir 12. 7-nin üstünə 12 gələndə edəcək 19. İndi 5-i qoyuram. 7 çıxılsın 3 vur 5. Bu edir 7 çıxılsın 15. 7-dən 15 çıxanda edəcək mənfi 8. İndi 3-də 2 qoyuram x-in yerinə. 7 çıxılsın 3 vur 3-də 2. Burada 3 ilə 3 ixtisar gedir. Qalır 7 çıxılsın 2. Bu da bizə verir 5. Baxaq C variantına. A-nın yerinə mənfi 2, B-nin yerinə mənfi 9 qoyuram. 4 vurulsun mənfi 2, çıxılsın B-nin yerinə mənfi 9. Bu edir mənfi 8. Burada da mənfi mənfiyə dəyir olur müsbət 9. Mənfi 8-in üzərinə 9 gələndə cavab edir 1. Bu da 6-cı tapşırığın, daha doğrusu 7-ci tapşırığın C variantı idi. Baxaq indi 8-ci tapşırığa. Səkizinci tapşırıqda deyir ki, tapın. 4,5 santimetrin 9'da 4'ün. Deməli 4,5 vururuq 9'da 4'ə. 9 ilə 4,5 ixtisar edir. 0,5 edir. 0,5'də 4'ə vuranda cavab edəcək 2. 5,6 kiloqramın 0,3 hissəsi. Ədədin hissəsini tapanda ədədi hissə göstərən kəsrə vurmalıyıq. Yəni 5,6-nı vurmalıyıq 0,3-ə. 5,6-nı da 0,3-ə vuranda 1,68 edəcək. C variantında deyir ki, 7'də 6 hissəsi 1,8 kiloqram olan. Deməli, hissəsinə görə ədəd tapanda ədədi hissəyə böləcəyik. Yəni 1,8-i böləcəyik 7'də 6-ya. 1,8-i vururuq 6'da 7-yə. 18'i 6'ya böləndə bilirik ki 3 edir. 1,8'i 6'ya böləndə 0,3 edəcək. 0,3'ü də 7'yə vuranda cavab edəcək 2,1. D variantı 0,8 hissəsi 1,5'də 4 litr olan qabın tutumunu tapın. Yəni hissəsinə görə də tapanda ədədi bölməliyik hissəyə. 1,5'də 4'ü bölməliyik 0,8'i. Bunu belə yazaq. 5'də 1'i 5'in 5 üstəyə 4 9. 5'də 9 bölünsün 10'da 8. Birincini saxlayıram. 5'də 9 vurulsun 8'də 10. Bundan bu getdi. 2 dəfə yuxarıda 18 elədi, aşağıda da 8. 18 ilə də 8-i ixtisar edək. Burada eləsin. Deməli 2-yə bölürəm də. Burada 9 edəcək, burada 4 edəcək. 2,4'də 1 və yaxud da 2,25 edəcək. Bu 8-ci tapşırığın həlli idi. Keçək 9-cu tapşırığa. Dokuzuncu tapşırıqda deyir ki, tənliyi həll edin. X üstəgəl 1,4 bərabərdir. Bunu yazaram 2'də 3 2 6'da 1 7 vurulsun 1,2 kimi. 2x üstəgəl 1,4 bərabərdir. 2 ilə 1,2 gedər 0,6 edər. 0,6-nı da 7'yə vuranda 4,2. 2x bərabərdir. 4,2'dən çıxaram 1,4'ü.
Bu verər 2,8. 2,8-i 2-yə böləndə 1,4 edəcək. Baxaq B variantına. B variantında 3 ilə -15-i ixtisar edərəm 3-ə. Bu edər -5. 6x üstəlik 7 bərabərdir -5-ə. 7-ni sağa keçirdəndə olacaq -5. Bu müsbətdir deyə mənfiyə çevrilir. İkisi də mənfi olduğuna görə toplayıb qarşısına mənfi qoyuram. X deyil, -12-ni 6-ya böləndə -2. C variantında 7x-i sola, 17-ni sağa keçirdirəm. 4x çıx 7x bərabərdir -25 çıx 17. Buraya deyir -3x bərabərdir. İkisi də mənfi olduğuna görə toplayıram, qarşısına mənfi qoyuram. 25 ilə 17-ni toplayanda edir 42. X bərabərdir -42-ni də bölürəm -3-ə. Bu da bizə verir müsbət 14. Keçək 10-cu tapşırığa. Onsuz tapşırıqda deyir ki, saat 12:00-da havanın temperaturu 3 dərəcə idi. Bu vaxtdan etibarən axşama doğru temperatur hər saatda 2 dərəcə azalmağa başladı. Saat 14:00-da temperatur neçə dərəcə oldu? Görürük ki, burada 12-dən 14-ə 2 saatdır. Hər saatda da 2 dərəcə olduğuna görə bunu da 2 dərəcəyə vuranda eləyəcək 4 dərəcə azalıb. Deməli 3 dərəcə idi, 4 dərəcədə azalıb. Onda 3 çıxılsın 4, cavab olacaq -1 dərəcə. Saat neçədə havanın temperaturu -5 dərəcə olar? Bunu artıq tənlik üsulu eləyə bilərik. 3 dərəcədir, 3 çıxılsın. Hər dərəcədə də 2 dərəcə, deməli hər saatda da 2 dərəcə olduğuna görə onda belə yazıldı. 3 çıxılsın 2x bərabərdir -5-ə. Niyə 2x? Çünki hər saatda 2 dərəcə gedir də. Bu da edəcək bizə -2x bərabərdir -5 çıx -8. X də bərabərdir 4 olacaq. Deməli 4 saatdan sonra. İndi saat məsəl üçün 12-dirsə, 12-nin üzərinə 4 gələcəm. 12:00-ün üzərinə 4 saat gələndə eləyəcək 16:00. Onda cavabımız olacaq 16:00-da. Baxaq 11-ci tapşırığa. On birinci tapşırıqda deyir ki, hibrid avtomobilin çəninin tutumu 50 litrdir. O hər 100 kilometrə yolun 4,8 litr yanacaq sərf edir. Çənin 25-də 3 hissəsi dolu olarsa, avtomobil bu yanacaqla nə qədər məsafə qət edər? Deməli, çəni 50 litrdirsə, birinci 50-nin 25-də 3-ünü tapırıq. Bu edir 6 litr. Deməli, çəndə 6 litr var. 100 kilometrə 4,8 litr işlədirsə, x kilometrə də 6 litr işlədir. Düz mütənasibliklə həll edirik, yəni çarpaz vururuq. 4,8x bərabərdir 600-ə, x də bərabərdir 600-ü bölməliyəm 4,8-ə. 600-ü də 4,8-ə böləndə edəcək 125 kilometr.
Bununla da 8-ci səhifənin həllinə bir yerdə baxdıq. Videolarımızı bəyənib kanalımıza abunə olmağı unutmayın. Onlayn dəstək üçün 051 759 55 96 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hər birinizə uğurlar.